Qadın obrazı zərifliyi və əlçatmazlığı ilə seçilir. Kişi isə onun ətrafında hərəkət edir, məsafəni qoruyur. Bu, Azərbaycan mədəniyyətində tarixən formalaşmış qadın və kişi münasibətlərinin rəqslərdə təzahürüdür. Əsrlər boyu qorunub saxlanılan ənənələr milli rəqslərin ritmi ilə yenidən canlanaraq xalqın mənəvi dəyərlərini və mədəni yaddaşını səhnəyə gətirir. Burada qadın və kişi münasibətləri ailə və ictimai dəyərlərin bədii ifadəsinə çevrilir. Kişilərin qadınlara olan o hörməti, o izzəti rəqslərdə də öz əksini tapır. Yəni ümumiyyətlə bütün rəqslər əsrlərlə formalaşa o xalqın xarakteri həmən rəqslərdə öz əksini tapır. Bütün bizim qədim əsərlərdə də bunlar təsvir olunur. Dədə Qorquddan gəlmiş, Koroğluda, hər birində. Bəzən belə bir suallar olur ki, məsələn, niyə qızlarda tez hərəkətlər var? Görürsünüz, bizim Koroğlu əsərimizdə necə olub ki, o qədim dastanımızda da belə bir şey var ki, Nigar həmişə at belində olub, həmişə Koroğlunun dost kimi onun yanında olub. Bunlar hamısı milli rəqslərdə də özünü göstərir. Rəqsdə əks olunan münasibətlər, obrazların davranışları və səhnədəki qarşılıqlı ünsiyyət formaları isə yalnız müəyyən sosial çərçivələr daxilində mümkündür. Onlar birlikdə o vaxt ola bilərdi ki, bunların aralarında hansısa bir rəsmilik olubdur. Yəni, ola bilsin, ya nişanlı olublar, ya bir həyat yoldaşı olublar və bizim o rəqslərdə göstərilən hərəkətlər də, o münasibət də mütləq ondan irəli gəlir. Yəni, əgər xanımın əlindən tutulursa, deməli, mütləq bu insanların arasında rəsmilik olubdur. Yəni, rəsmilik olmayan yerdə xanımla kişinin bir yerdə olmağı ola bilməzdir. İki insanın, iki obrazın ənənələr çərçivəsində qurulan səssiz dialoqunu ifadə edən milli rəqslərdə hər hərəkət müəyyən məna daşıyır. Naz eləmə, Uzundərə kimi rəqslərdə qadın və kişinin davranışı cəmiyyətin qəbul etdiyi etik normaları əks etdirir. Səhnəyə çıxır, axtarır, baxır. Mən bunu belə deyirəm ki, təhlükəsizlik üçün baxır. Ondan sonra xanımı dəvət edir. Xanım mütləq şəkildə ki, dobağı üzünə tutmuş, utanaraq səhnəyə gəlir. Orada belə bir yer var ki, xanım məsəl üçün bəyə göstərir ki, gəl öz şücaətini səhnədə göstər. Bəyə səhnə yaradır, imkan yaradır ki, bəy öz cəsurluğunu, öz hərəkətlərini, tempini, iti hərəkətlərini göstərir. Ondan sonra səhnəni yenidə xanıma ötürür, xanıma gözəl şəkildə əl çalır. Nəsildən nəslə ötürülən bu incə məna qatları, milli rəqsləri xalqın yaddaşını və mənəvi dünyasını yaşadan canlı bir mədəniyyət xəzinəsinə çevirir. Arzu Yusif, Zahir Zahidoğlu, Kəmran İsayev, Sevgəlizadə, Mədəniyyət xəbərləri.